Dostlar sağ ol. Dostlar bugün size maraqlı bir kitabdan danışacağım. Fatıma Alfaz Oku, Qaranlıq ve Toki. Yok. Düşündüğünüz gibi korkulu kitap değil. Bu kitabı okuyarak korkularınız geçecek. Dostum, sana bir sırrım var ama aramızda kalsın. Dostlar, ben de boku kimi karanlıktan korkuldum. Boku'nun dostu Toki ona məsləhət gördü ki, qorxduğun şəkildə çək və gülməli divardan as. Boku çəkdiyi rəsmin adını Cugulima qoydu. O vaxtdan Boku qaranlıqdan qorxmurdu. Mən də bu kimi şəkil çəkib onu gülməli edib adını da Qusi qoydum. Və bir də qaranlıqdan qorxmadım. Fatıma Alfazın yazdığı kitabını oxudum və qorxularım keçdi. Dostlar, sizə də məsləhət görürəm. Çox əladır.